Biz bu mövzulardan yorulduq, amma o videolar tükənmədi və bizə verilən bu suallar da qurtarmadı. Amma yenə də danışacağıq. Deməli, o gün bir izləyici video göndərib ki, özdə Rus blogerlər həmişə kimi bir ustadı dayanıb, özdə Yapon maşınlarının yağlarından danışırlar. Deyir ki, bəs 0.20 tələb edir, 0.30 tələb edir, biz ona 5.30 tökürük. Nə qədər 0.30 tökdüyümüz varsa, hamısı qayıtdı, gəldi, motorun yığdıq, nə elədik, filan. Yəni, bilmirəm, biz həmişə deyirik ki, istehsalçı tələbi, güya ki, bu Rus Yapondan ağıllıdır, nə bilim, orada hələ bir göstərir ki, 5.30 tökmüşük, daha heç bir problem yoxdur, hər şey qaydasındadır. Ona görə dedim, Rəşad Usta bu mövzuda həm danışsın, həm göstərsin və siz belə eləyirsiniz, yoxsa yox, Rəşad Usta? Qətiyyən, çalışırıq eləməyək, Raqib bəy, yəni istisnalar var da, müəyyən yağ yemə başlayır, sürücü deyir, viskoz indeksini artıraq, bu hallarda. Amma normal halda heç vaxt biz məqsəd yönlü bunu heç vaxt etmirik. Səbəbini deyim, bir 5-10 il əvvəl öncə bu bəlkə də aktual idi, bəlkə də haqlı idilər. Bugünkü müasir yağlarda istehsal zamanı, yəni yağlama zamanı hidrodinamikadan istifadə olunur. Hidrodinamika nədir? Əvvəl bu iki mayəni, iki səthi qorumaq üçün bunun arasında bir yağ olmalıdır. Burada adi bir yağ olurdu. Bu da burada sanki bir balış effekti yaradırdı. Paduşka deyirlər. Sürtünmə dediyimizdə, yəni bildiyimiz... Bugünkü müasir yağlama üsulu, burada nazik bir yağ olur. Nazik, sanki elə əlinlə bir yağladın. Bunu vuranda bura, bu vakum şəklindən yapışır bura. Metal. Və metala, bəli. Və arasında bir vakum yaranır. Yəni valla vkladışın arasında, belə deyək. Ona hidrodinamika elmi deyirlər. Bu bütün müasir yağlarda da var indi. Bəli, müasir mühərriklərin yağlama sistemi bu saat hidrodinamikadan istifadə olunur. Yəni, bunu qoyaq bir kənara, bu biraz qəliz olacaq, heç ustalar üçün də bir qəliz mövzudur. Ona heç inanmayacaqlar ki, boş-boş danışsa. Sonra biz danışaq ki, mühərriki yağında müəyyən kimyavi komponentlər var, aşkar paketlərinin içində. Molibdendir, sinkdir, fosfordur. Bunu xüsusən də 0.16-da bu daha çoxdur. Fosfor yox, fosfor azaldıblar, fosforun əvəzinə bariumdur. Çünki fosfor katalizatora bəzi hallarda zərər vurur. Fosfor müasir yağlarda azdır. Yəni, bu kimyavi maddələr bunları qoruyur. Bunu da qoyaq bir kənara, bunu da, necə deyə, bu içindəki kimyavi maddəni göstərə bilməyəcək deyə yenə də qalacaq. Hatta deyəcəklər ki, şeydir, qalsın, reklam edirsən. Bundan sonra da sual yaransa o adamlarda daha mənim bir sözüm yoxdur. 5.30 yağıdır. Bu 5.30 yağıdır. Təsəvvür edək ki, bir avtomobil 0.20 tələb edir. Biz deyirik ki, yox, bu mühərrikini dağıdacaq, gəl 5.30 istifadə edir. Giririk 5.30-un Özdə qəsdən Rusça göstərir, ha? Bəli, giririk Rus saytına, Rulan girmişəm. Maraqlısı odur ki, bunu yenə də elə həmin o Rus blogerlər falan danışır. Bizimkilər də onları həmişə daha ağıllı sayırıq. Andrey deyirsə düz deyir. Bizim üçün o həmişə ağıllıdır. Sənə nəsə göstərdi, yox, durub sadəcə danışır. 100%. Bax, burada, deməli, bircə dəqiqə, Index Velocity, Viscosity indeksi, görürsünüz, 170. Gördün Kənan bəy? Bu 170 hansının viskosity? Viscosity indeksi 170, 5.30'undur. Buradan mən vurdum ora. Dava qaydaq. Yəni yuxarıda 5.30 da yazılır. Bəli, baba ilə şəklini göstərirəm. Şəklini göstərirəm 5.30. Yəni mən 0.30-u 5.30-a keçirdirəm deyəndə... Gəlin elə... Sən əslində 170-ə keçirdirsən. Hə, bax, Viscosity indeksi 170-dir. Sonra indi Viscosity indeksinə deyəcəm nə. Keçdik 0.20-yə, daha durudur, bu bizim motorumuzu dağıdacaq. Bunun Viscosity indeksi 178-dir. Nə baş verdi? Bunun Viscosity indeksi 0.20 5.30-dan əslində daha güclü üstündür. Bəli. Mühərrikin əsas baxılacaq parametri, yəni o Viscosity indeksidir. Viscosity indeksinin işi nədir? Soyuq startda yağ axıcı olmur. Yağın birinci kanala girməsi də belə deyil. Soyuq startda yağ yəni rahat bütün hissələrə qalxa bilir. Bilirik ki, mühərrikin aşınmasının 75%-i məhz soyuq starta düşür. Bunun işi nədir? Nə qədər Viscosity indeksi yuxarıdır, bir o qədər yağ tez təyinat nöqtəsinə çatacaq. Və ikinci məsələ, Viscosity indeksi nə qədər yüksəkdirsə, bu yağ istidə suya dönməyəcək. Yəni əsas sırf buna görə dəyişirik. Biz bundan onu görürük ki, 0.20 5.30-dan Viscosity indeksində üstündür. Məsələn, deyək ki, 5.30-da həqiqətən 0.20-dən yuxarı olan nə var? Biz əgər başqa parametrlərə baxsaq. Başqa parametrlərə baxsaq, Tutaq ki, burada nəyə yazılır? Temperatur mənfi 36-dır 0.20-də. 100 dərəcədə 8.6 santistok bu nədir? Deməli,
0.20-dədir. 0.20-dədir. 100 dərəcədə 8.10 neçədir? 8.10. 8.6-dır. Bəli. Eynisinə baxırıq burada. 9.9-dur. 9.9. Hə. 5.30-da bu yuxarıdır. Hə, yanacaq qənaəti deməli bunda olmayacaq. Onda Yəni olacaq. 5.30-da daha Bəli, yox, yüksəkdir. 5.30 daha çox qənaət edir yoxsa? Yox, 0.20 5.30-da yuxarıdır. Görürsüz? Yuxarısı deməli Viscosity 100 dərəcədə, bu viscosity indeksindən 100 dərəcədə olan viscosity bunlar ayrı-ayrı şeylərdir. Bu o deməkdir ki, burada yanacaq qənaəti bunda o birisindən daha aşağıdır. Yəni 0.20 yanacaq qənaət eləyəcək, bu etməyəcək. Eləməyəcək. Orada da yenə də 0.20 Yəni qabağa. mühərrik qoruma axtarırsınızsa, bunu viscosity indeksi parametrin üzərindən gedəsiniz. Bunlar hamısı Raik bəy, bunlar istehsalçı mühərrikdə olan kanallara görə Məsəl üçün, tənzimləyib bunu. plotnosti qalınlığı o. Tutalım ki, ona siz görə bir yağın üzərində tutalım ki, bunu görsəz 15, bu o demək deyil ki, bu 9.10-da 15 bundan daha yaxşıdır. O deməkdir. Bu Elə bu o yağ- biləndə bəzən rəqəmi yuxarı bu görə bilə bilər ki, bu daha yağın yaxşı. üzərindəki tələblər var ha, bu 5.30-un üzərində tələblər fikir ver. Asia A5 B5-dir. Sonra Ford'un bu tələbidir 913, Renault Renault'un. Jaguar Land Rover. Yəni bu o deməkdir ki, bu mühərriklərə mühərrik qızdıqdan sonra yağ kanalını keçiciliyi oradan olan dəliyi 2 mikrondur. 2 mikronun üstündə bu 9.10-da 9 olmalı ki, oradan keçsin. 0.20 oradan belə su kimi keçəcək, 5.40 yaxşı keçə bilməyəcək. Daha qatı olduğuna Bəli, görə. ona görə də qardaş bu təyinat önəmli şeydir. Bu təyinatı biz bəzi sürücülər, bəzi ustalar, Andrey belə dedi, Vasev, mən Azərbaycanda olan yağ dəyişmələri götürək, tam sizə əminliklə bildirirəm ki, bir 50%-i dəyişirlər də, bunu belə eləyək, belə eləyək. Onların içində mənə bir adam göstərə bilməz ki, 5 mühərrik Range Rover'in yağ tələbi 5.20-dir, ona töksün 5.30. Yəni, bir dənə Range Rover risk eləmirlər, çünki Amma baxmayaraq, bunun da mühərriki 5-dir də, buna niyə 10.60 döymürsünüz? ay sağ ol. Amma vaxtikən tökürdülər, sonra onun baş ağrısını yaşadılar. Bu eksperimentlər Çin avtomobili, Koreya, Yapon, yəni orta büdcəli avtomobillərin üzərində gedir ki, bahalı avtomobilə bunu risk eləyən adam Yox, yox. usta bu niyə eləsin? Onun nə marağı var? Sən əksinə sən bundan daha çox pul qazanırsan da, ya söhbət qiymətdən gedirsə. Sən yəni burada güya ki, nə bilim, yaxşı fərqlənmək, mən yaxşıyam, mən bilirəm, bunlar bilmir. Nədir burada yemək? Bəli, fərqlənmək. Fərqlənmək, yəni onda əsaslandır. Biz də deyik ki, halal olsun bu. Əsassız Raik bəy, məntiqlə də sürücüyə deyir ki, bu qatıdır, bu durudur. Qatı daha yaxşı qoruyur. Və sürücü də deyir ki, hə, mən keçdim o biri yağa, məsələn, daha qatıda, köhnə qatıda, tutaq ki, 0.30-dan 5.30-a keçdim. Doğrudan da elə mühərrik daha yaxşı. Keçdik də qardaş, 5.20-dən 5.30-a keçdik də. Mənim maşında o elədik də. Nə fərq oldu ki? Nədir? Gələ eyni yağ dəyişmə qaldı. Eyni, hər şey eyni qaldı. Yanacaq sərfiyyatı bir balaca artır. İndi 20-dən 30 elə önəmli bir şey deyil, amma yenə də faiz nisbətindən götürsək müəyyən bir faiz artacaq. Yəni valla biz illərdir danışırıq, artıq o elə mövzular var ki, biz özümüz yorulmuşuq ki da bu mövzu qurtardı da. Amma yenə də görsən ki, elə bil kimsə biraz bekar olan kimi, işi gücü yoxdursa, gündəmə gəlim, nə edeyim, o bəzi mövzular var da, bunu atırsan, təzədəndən o şeyləri, dəlilləri oyadırsan yuxudan ki, bir dəqiqəyə, bəs əvvəl də belə şey deyirdilər, yəqin təzə söhbət var. Təzə söhbət deyil, bu çox köhnə söhbətdir, hətta O bağlanır. bilirsiniz nə oxşuyur? Eyni məsələ. Mənim akkumulatorum istehsalçı 60-lıq deyir, gəl buna daha böyüyünü qoyaq. Akkumulyatorda heç olmasa qoya bilirsənsə, deyir qoy. Orada Allahdan, bəxtimizdən orada məsafə var, Anladım. imkan Yəni vermir. Yoxsa hamı ora qoyardı 150. yəni bu normal tələb olunanla daha yaxşı işləyir də, budur da bunun üçün. Ona görə bu mövzuda indi o gün yazdı dinləyici ki, bəs atıblar, yenə də dururlar özü elə danışırlar ki, bəs keçdi 5.30-a, bundan sonra hamısı düzəldi, bir dənə də problem yoxdur, amma niyə keçdi, nəyə əsaslandırdın? Yox. Bizim sürücü elə bilir ki, onun avtomobilinin mühərriki ömürlükdür. Bu adam bir 0.20-lə, 5.20-lə gəlir, avtomobil çatır 150-200 minə, onsuz da Koreya avtomobillərinin resursu 200 mindir. Yəni bu 100%'lik məsələdir. Hədə indi kimsə ola bilər 300 min sürsün. Bəli, 500 min də sürə bilər. Orta statistika 200 mində bu artıq yağ yemə bir əl gəzdirilməlidir bu mühərrikə. Demirəm dağılır. Çin avtomobilləri Allah kərimdir. Düzdür, içində 150 min sürən də var. Hələ çox iyi. Mən də ortalam ERV avtomobilləri düşünürəm 100 min. Çünki onlar əsasən elektrikə hesablanır, mühərrikin çox işləməyini hesablanmır. Elə deyirlər. Yəni bu adam gəlir 200 mində, usta bunu açanda deyir, bax görsən 5.20 ilə sürdün. Sanki bunu 5.30 ilə sürsə buna heç nə olmayacaq. Olmayacaq, bax həmin məsələdir.
Belə, indi yenə də müzakirəyə biz həmişə açığıq, amma gəlin yeni mövzulardan danışaq da. Yəni də o mövzuları ki, də çeynənib qutarıb, təzədən qaytarmağın nə mənası var? Niyə bunu edirsiniz, mən anlamıram. Təşəkkürlər.